Salam uşaqlar, hər kəs salamlayıram. Bugün mən sizə istəyirəm Kür çayının sağ və sol qolları haqqında məlumat vermək. Keçən qəbul sualına düşmüşdü. Kür çayının sol tərəfində olan düz, Mildüzünü götürmüşlər. Bəli, cavab olaraq Mildüzü verilmişdi. Deməli, Kür çayı mənbəyi bildiyimiz kimi Türkiyə ərazisindən başlayır. Mənbəyi gəlib tökülür. Hara? Xəzər dənizi. Mənsəbi Xəzər dənizidir. Çayın sağ və sol qollarını təyin etmək üçün uşaqlar çayın axın istiqamətinə dayanırıq. Çayın axın istiqaməti Xəzərədir. Sağ qolumuz deməli sağ qolumuz olur Kürün sağ qolları, sol qolumuz olur sol qolları. Deməli burada Kürün sol qolu düşür bu tərəfə. Yuxarı. Sağ qolumuz da düşür bu tərəfə, yəni. Ona görə də çaylara baxırıq. Deməli Kürün belə deyək. Sol qollar dedikdə aid edirik. Deməli, Balakən çay, Katex çay, Qanıq çay, Əyri çay, Kiş çay, Şin çay, Əlican çay, Türyan çay, Göy çay, Ağsu çay, bəli, Ağsu çay. Bunlar deməli aiddir. Girdiman çay, bunlar aiddir Kürün sol qollarına. Sonra gəldik Kürün sağ qolları. Kürün sağ qollarına aiddir Ağstafa çay, Tovuz çay, Zəyəm çay, Şəmkir çay, Gəncə çay, Kürək çay, Tərtər çay, sonra Qarqar çay, bir də Xaçın çay. Bunlar da deməli aiddir Kürün sağ qollarına.